Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Namazov Riyaziyyat qiymətləndirmə kitabının ikinci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 43-dəyik. Bugünkü mövzumuz dəyişən və dəyişməyən xərclər. Test 5-dən başlayırıq. Birdə deyilir ki, cədvəldə boş xanalara yazılacaq ədədlərin cəmini tapın. Deməli. Baxaraq, xərci verib, yanvar ayında dəyişən xərci verib, dəyişməyən xərci verib, cəmi tapmalıyıqsa, toplayırıq. 8 ilə 7, 15, 1 yadda, 6 ilə 8, 14, 1 yadda, 15, 5 ilə də həmin bir 6, 655. İndi fevral ayında dəyişən xərci verib və cəmi verib, digər xərci tapmaq üçün cəmdən 668 çıxacaq. 15-dən 8, 7, 14-dən 6, 8, bu da oldu 87. Sonra burada da çıxma ilə tapacaq 3-dən 2, 1, 10-dan 9, 1, bu da 6. Bunların da cəmini tapmalıyıq. Yazdığımız ədədlərin cəmi biri 655-dir. Üstə gəl, biri 87-dir. Bir də 611-dir. Təkliklərin cəmi 13. Bir yadda. Onluqların cəmi 14, bir də yadda 15. Yüzlüklərin cəmi 12, bir də yadda 13. 1353 manat C variantı. Bankdan 15.000 manat kredit götürən iş adamı bir ildə məbləğdən əlavə onun %12 hissəsini qaytarmalıdır. O kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır? Deməli, 150.000-in %2-sini əlavə olaraq qaytarmalıdır. Biz də 150.000-in 12 hissəsini tapacaq, başqa heç nə eləməyəcək. Çünki bizdən elə əlavə nə qədər pul qaytarmalıdır, onu soruşdur. Əgər ümumi məbləği soruşsaydı, onda götürdüyü məbləği də üzərinə gələcəkdik. 100-ə böləndə qalacaq burada 150. 150-ni 12-yə vuraq. 5-i 12-yə vuraq. 30. Bu da 15. Toplayanda 180. 180. Bir sıfırımız da var idi. 1800 manat B variantı. Kəmalə dostunun ad günü 56,8 manat olan hədiyyə aldı. O məbləğin 32 manat 80 qəpiyini özü qoydu. Pulun çatmayan hissəsini isə qardaşından borc aldı. O hər həftə 6 manat olmaqla geri qaytardım. Kəmalə borcu neçə həftəyə qaytardım? Deməli, əvvəlcə çıxaq görək nə qədər pul qaldı. Qiymət 56,8-dir. Kəmalə verib 32 manat 80 qəpik, yəni bunu onluq kəsirlə göstərsək 32,8. Bundan bunu çıxanda eləyir 24 manat. 24 manatını da qardaşından alıb və hər həftə 6 manat verirsə, 24-ü də 6-ya bölüb tapırıq ki, 4 həftəyə tamamlayar D variantı. Murad bir il ərzində hər ay ödəmək şərti ilə yeni televizor aldı. Televizorun qiyməti 1660 manat, əlavə ödəniş isə 368 manat da televizor üçün bir ayda nə qədər pul ödəməlidir? Deməli, televizorun qiymətinin üzərinə əlavə verəcəyi pulu da gəlirik. Ümumi verəcəyi pulu tapırıq. 8, 12, 12. Bu qədər pul verməlidir və bunu bir il ərzində verməlidirsə, hər aya nə qədər ödəməlidir tapmaq üçün bunu 12 aya bölürük. 20-nin içində bir dəfə 12. 82-nin içində 6 dəfə eləyəndə 72. Çıxırıq 10. 8-də gətirək, 108-in də içində 9 dəfə. 169 manat A variantı. Akşin qiyməti 850 manat olan kompüter almaq istəyir. Mağaza bu kompüteri 6 ayda məbləğin 5də 1 hissəsi qədər əlavə ödəməklə təklif edir. Bunun üçün mağazaya ümumilikdə nə qədər pul ödəməlidir? Deməli, məbləğin 5də 1 hissəsini ödəyir hər ay. 850-ni 5-ə bölüb 5də 1 hissəsini tapırıq. Bu eləyir 170. 6 ay və hər ayda 170 manat pul verirsə, tapırıq görək ümumi nə qədər pul verir. 0, 42, 6, 4də yadda 1020 manat. Əgər sorsaydı nə qədər əlavə pul verir? 1020-dən çıxardıq 850-ni. Bizdən sadəcə soruşur ümumilikdə nə qədər ödəmək lazımdır. Keçdik 44-də. 6-daya baxırıq. Alıcı mağazadan qiyməti 1020 manat olan soyuducu almaq istədi.
Mağaza bu soyuducunu ona 6 ay ərzində hər ay 179 manat ödəmək şərti ilə kreditlə almağı təklif etdi. O soyuducunun pulunu kreditlə ödədiyi halda nə qədər əlavə ödəniş olar? Bəli, burada artıq əlavəni soruşur. Ona görə biz əvvəlcə ümumi nə qədər pul verəcək onu tapırıq. 179 manat verir və hər ay 6 ay ərzində verir. 179-u 6-ya vururuq. 54, 42, 5 yadda 47, 6, 4 yadda 10. 1074 manat pul verir. Soyuducunun qiyməti isə 1020 idi. Deməli 1074-dən soyuducunun qiymətini çıxsaq, qalacaq əlavə ödədiyi manat pul 54 manat eləyir o da. Şirkət ilin əvvəlində 85.000 manat kredit götürdü. Bankla razılaşmaya əsasən şirkət ilin sonunda götürdüyü məbləği və onun %14 hissəsi qədər əlavə pul qaytarmalı idi. Şirkətin illik qazancı 750.000 manat, xərci isə 560.000 manat olmuşdu. Şirkət bankın pulunu qaytardıqdan sonra nə qədər pulu qaldığını tapır. Əvvəlcə kreditin %14 hissəsini tapaq, çünki bu qədər əlavə pul ödəməlidir. Bunun üçün bunu 100-ə bölürük. 100-ə bölsə 2 dənə 0 gedir, qalır 850 və bunda 14-ə vuruq. Yəni məxrəcə bölüb sürətə vuruq. Vuraq 20, 32, 34, 5, 8, toplayaq, yuxarıdakı 0 gəlsin, bu da gəlsin, 9, bu da 11. Bu əlavə verəcəyi puldur. Üstəlik bankın öz pulunu da verməlidirsə, onu da gəlir üstünə ki, ümumi nə qədər pul verməlidir, onu tapaq. Burada yeri düzəldim ki, burada hesablamalarımız biraz çox olacaq. Baxırıq ki, yəni diqqətlə baxırıq ki, məsələdə bizdən nə istəyir? 85.000 pul götürüb, bunu qaytarmalıdır. Üstəlik əlavə də verəcəyi pul var, 11.900. Bunu da gəlirik üzərinə. Aha. Deməli, ümumi verməlidir 96.900. İndi deyir ki, illik qazancı bu qədərdir, xərci bu qədərdir. Deməli, biz qazancdan xərcini çıxacaq. 750.000-dən çıxaq 560.000. Burada qazanc yox, gəlir olmalıydı. Qazanc çünki ona qalan puldur, amma bu qalmır. Buna gələn gəlirdi və bu qədər də xərci var. Bu xərci çıxırıq, görək bunun əlində nə qədər pul qalır. Əslində biz indi qazancı tapırıq. Bunu çıxaq. 15-dən 6, 9, 6-dan 5, 1. 190.000 pul qalıbdır və bunun da bu qədərini banka verməlidir. İndi bundan da 190.000-dən çıxacaq banka verdiyi pulu. 96.900-ü. Görək nə qədər pulu qalır bundan sonra. Ondan 9, 1, 9-dan 6, 3, 18-dən 9, 9. 93.100 manat A variantı. Keçək 8-ə. Cədvəldə ailənin 4 ayda xərcləri manatla verilib, aylıq gəliri 2140 manat olan ailənin 4 ay ərzində yığımı neçə manat olar? Deməli, yanvarı tapmaq üçün toplayacaq, hamısını toplayacaq, sonra isə bizdən yığımı soruşur. Gəliri də veribdir. Gəlirdən xərci çıxacaq. Tapdığımız cəmi qalacaq yığım. Əvvəlcə bu cəmləri tapaq. 12, 11, 10, 14, 18, 9, 11, 12, 2, 1, 12, 13, 10. Hamısının cəmini tapdıq. Hər ay 2140 manat pul gəlirsə, 2140-ı 4-ə vuruq. 4 ay nə qədər pul gəlir onu tapırıq. 16, 4, 5, bu da 8. Bu 4 aylıq gəlirdi və 4 aylıq xərci də hesablayaq indi. İndi bu xərcləri toplayaq, cəmi nə qədər xərc var? 1012 yanvarda, üstə gəl 984 fevralda, üstə gəl 1221 martda, apreldə də yine yazmışam ki, özüm də bilmirəm, 1032. 1032. İndi bunları toplayaq. 2-dən 4, 6. Üstünə 1, 7. Üstünə 2, 9.
1-dən 8 9, üstünə 2 11, üstünə 3 14. 9-dan 2 11, 1 yadda 12, 3-dən də 1 3, 1 də yadda 4. 4249 manat da xərcdir. İndi gəlirdən 4 aylıq gəlirdən 8560-dan çıxırıq 4249-u. Ondan 9 1, 5-dən 4 1, 5-dən 2 3, 8-dən 4 4, 4311. 9-a baxırıq. Tahir qiyməti 24.000 manat olan minik avtomobili aldı. O pulun 8-də 3 hissəsini ödədi. Qalan hissəsini ödəmək üçün isə bankdan 1 illik kredit götürdü. Şərtə görə 1 il ərzində bankdan götürdüyü məbləğdən əlavə onun %18 hissəsini qaytarmalıdır. Tahir banka 1 il ərzində neçə manat pul ödəməlidir? Əvvəlcə 24.000 manata maşın alıb və bunun 8-də 3 hissəsini ödəyibsə, bunun 8-də 3 hissəsini tapırıq. Görək nə qədər ödəyib və nə qədər qalıb. Bunu 8-ə böləndə eləyəcək 3000. 3000 də 3-ə vuraq. Bu da eləyir 9000. Deməli 9000-in ödəyib. Qalanını, indi qalanı necə tapacaq? 24.000 idi qiyməti. 9000-in ödəyibsə çıxacaq. Tapacaq. Görək nə qədər qalıb? 15.000 qalıb. Və deyir qalan məbləği, yəni 15.000-i ödəmək üçün bankdan pul götürür və onun %18 hissəsini əlavə olaraq qaytarır. Yəni 15.000-in də %18 hissəsini əlavə olaraq verir. Bunun %18 hissəsini tapmaq üçün 100-ə bölüb 18-ə vururuq. 100-ə bölsək qalır 150. 150-ni 18-ə vuraq kənarda. 100-ə 15 vurulsun 18 tapaq. 40, 120, 15, toplayanda 270, deməli 2700 manat əlavə ödəməlidir. 15.000 də ödəməlidir, əlavə ödəyəcəyi pulda gəlirik üstünə 15.000 götürüb, üstə gəl 2700 də əlavə verməlidir. Bunları toplayırıq, tapırıq ki, banka nə qədər pul ödəməlidir. Deməli 17.700 manat. Ona baxaq. Aylıq gəliri 2850 manat olan ailə qiyməti 15.000 manat mini avtomobilini 1 illik kreditlə aldılar. Şərtə görə 1 il ərzində məbləğdən əlavə onun %14 hissəsini qaytarmaq lazımdır. Ailənin aylıq gəliri 1250 manatdır. Ailə 1 il ərzində kredit qaytardıqdan sonra yığımı neçə manat oldu? Aylıq gəliri 2800 manat olan aylıq gəliri burada verib, xərci burada veribdir. Bu sonunda bizə lazım olacaq. Hələlik baxaq, deməli 15.000 manata 1 illik kreditlə alırlar və bunun %14 hissəsini əlavə qaytarmalıdırsa 15.000-in %14 hissəsini tapırıq. Böl 100 vur 14. Bura oxşamadı. 15.000-i 100-ə böləndə 150 eləyir. 150-ni vuraq 14-ə kənarda. 20, 6, 15, 0 gəlsin aşağı, 11, 2100 manat. Bu əlavə verəcəyi puldur. Üstəlik 15.000 də verəcək, əlavə də bunu verəcək. İkisini birlikdə tapırıq ki, nə qədər pul verməlidir. Bu da eləyir 17.100 manat pul verməlidir. İndi gəlir bu qədər idi, xərc bu qədər idi. Gəlirdən xərci çıxırıq aylıq qazanclarını tapmaq üçün. 2850 çıx 1250. Bu eləyir 1600. Bu 1 aylıq qazanclarıdır. Bunu da 12-yə vuraq. 1 illik qazanclarını tapaq. 1600-ü vuraq 12-yə. Kənarda 16-nı 12-yə vuraq. 32, 16 toplayanda 192. Sıfırları da yanına gətirsək 19.200 manat aylıq qazanclarıdır. Və bunun 17.100-ün banka verəcəklər. Yəni daha doğrusu maşının pulunu verəcəklər.
Çıxırıq maşına veriləcəkləri pulu görək nə qədər pul qalır bunlara yığmaq üçün. 0, 0, 1, 2. 2100 manat da aylıq yığımları oldu. Keçirik səhifə 45-ə, test 6-ya. Cədvəldə boş xanalara yazılacaq ədədlərin cəmini tapın. Deməli, cəmi tapmalıyıq. Oktyabrda toplayırıq. 12, 990, 929. Burada isə cəm verilib. Cəmdən dəyişən xərci çıxıb. Digər xərci tapacaq. 14-dən 5, 9. 13-dən 5, 8. Digərində də çıxaraq tapacaq. 13-dən 9, 4. 16-dan 9, 7. Burada da qalır 8. İndi yazdığımız ədədlərin cəmini istəyir. 874, üstə gəl 89, üstə gəl 929. 22 2 yadda, 17 2 yadda 19, 17 1 yadda 18, 1892 B variantı. Bankdan 9500 manat kredit götürən iş adamı bir ildə məbləğdən əlavə onun %14 hissəsini qaytarmalıdır. O kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır? Sadəcə əlavəni soruşur. Ona görə 9500-ün %14-ünü tapacaq. Başqa heç nə eləməyəcək. 100-ə böləndə 95, 95-i də 14-ə vuraq kənarda. 20, 36, 2 yadda 38, 95-i gəlsə üstünə 1330. A variantı oldu cavab. Salih dostunun ad gününə qiyməti 70,8 manat olan hədiyyə aldı. O məbləğin 42 manat 80 qəpiyini özü qoydu. Pulun çatmayan hissəsini isə bacısından borc aldı və hər həftə 7 manat olmaqla geri qaytardı. Salih borcu neçə həftəyə qaytardı? 70,8 hədiyyənin qiymətidir. Bu isə verib 42,8. Bundan bunu çıxsaq, ondan 2, 8, 6-dan 4, 2. Qalıb 28 manat və bunu da qardaşından alıb hər həftədə 7 manat versə, 28 də 7-yə bölüb tapırıq ki, 4 həftəyə bitirər C variantı. Əli 6 ay ərzində hər ay ödəmək şərti ilə yeni telefon aldı. Telefonun qiyməti 840 manat, əlavə ödəniş isə 132 manatdır. Telefon üçün bir ayda nə qədər pul ödəmək lazımdır? Deməli, telefonun qiymətinin üzərinə gəlirik əlavə verəcəyi pulu. Bu eləyir 972 manat. Bu qədər pul verməlidir və bunu 6 ay ərzində verməlidirsə, bunu da 6 yerə bölürük. Bir dəfə, 37-cində 6 dəfə, 12-cində 2 dəfə, 162. D variantı. Sərxan qiyməti 42.000 manat olan mətbəx mebeli almaq istəyir. Mağaza bu mebeli bir ildə məbləğin 6-da 1 hissəsi qədər əlavə ödəməklə təklif etdi. Bunun üçün mağazaya ümumilikdə nə qədər pul ödəmək lazımdır? Deməli, 4200-ün 6-da 1-ni tapırıq, 6-ya bölüb 1-ə vuranda. Bu eləyir 700. Yəni, əlavə 700 manat pul ödəməlidir. 4200 öz qiymətidir. Üzərinə də gəlirik əlavə ödəyəcəyi pulu. Bu eləyir 4900 manat A variantı. Keçirik səhifə 46-ya, 6-cı məsələyə baxırıq. Alıcı mağazadan qiyməti 1650 manat olan televizor almaq istədi. Mağaza bu televizoru 6 ay ərzində hər ay 287 manat ödəmək şərti ilə kreditlə almağı təklif etdi. O televizorun pulunu kreditlə ödədiyi halda nə qədər əlavə ödəmiş olar? Deməli, 6 ay ərzində hər ay 287 verməlidirsə, nə qədər pul verəcək onu tapırıq. 287-ni 6-ya vururuq. 42, 48 4 yadda 52, 12 5 yadda 17. 1722 manat verməlidir. Amma telefonun pulu 1650 manat idi. Deməli, bundan 1650-ni çıxıb əlavə verəcəyi pulu tapacaq. 2, 7, 72 manat. B variantı. Şirkət ilin əvvəlində 120 min manat kredit götürdü. Bankla razılaşmaya əsasən şirkət ilin sonunda götürdüyü məbləğin və %12 hissəsi qədər əlavə pul qaytarmalı idi. Şirkət illik qazancı 980 manat, xərci isə 750 min manat olmuşdu. Şirkət ilin sonunda banka olan borcunu qaytardıqdan sonra nə qədər pul qaldığını tapın. Məsələni oxuyunca əvvəli yadınızdan çıxır yəqin ki. Deməli,
120 manat, 120 min manatın bu qədər hissəsini, %12 hissəsini əlavə qaytarmalıdırsa, biz %12 hissəsini tapırıq. 120 mini 100-ə bölürük. 1200 edir. 1200-ü 12-yə vuranda 144 edir. 12-ni 12-yə. 2 dənə sıfırımız var. Oldu bu qədər. 14400 əlavə pul ödəməlidir. İndi bunu gərək bunun üzərinə görək. Birlikdə nə qədər pul ödəməlidir. 120 yox. Düz elədim. Aha. Bu qədər 134.400 ümumi pul ödəməlidir. Bu qalsın bir qıraqda. İndi deyir ki, illik qazancı bu qədərdir, xərci bu qədərdir. Yenə burada da qazanc yazıbdır. Burada gəliri bu qədərdir. Deməli, burada biz 980 mindən çıxacaq 750 mini. Nə qədər pul qalır ona illik? Əslində biz qazancı tapacaq. Bu gəlir olmalı idi dediyim kimi. Niyə bu kitablarda gəlir, qazanc sözləri hər zaman qarışdırılır? Mən onu başa düşə bilmirəm. 3 dənə 0. Hətta 4 dənə 0. 8-dən 5 3. Bu da 2. 230 min manat bunun illik qazancıdır. Və bundan da çıxacaq banka verdiyi pulu. 230 mindən banka verdiyi pul da 134.400'dür. Bunu çıxırıq və nə qədər pul qalıb onu tapırıq. 10-dan 4 6, 9-dan 4 5, 12-dən 3 9. 95.600 C variantı. Cədvəldə ailənin 4 ayda xərcləri manatla verilib, aylıq gəliri 1960 manat olan ailənin 4 ay ərzində yığımı neçə manatdır? Aylıq gəlir 1960'dırsa, biz 4 ay tapmalıyıqsa, əvvəlcə bunu 4'ə vuraq. 24, 36, 2 yadda 38, 4, 3 yadda 7. 4 aylıq gəlirləridir. İndi xərclərini tapaq. Əvvəlcə bunları toplayaq. Sonra cavabları da toplayıb tapacaq ki, 4 aylıq xərci nə qədərdir? 5 üstünə 2, 7, 0, 1, 1007 manat. 11, 8, 981 manat. 2, 4, 1, 1, 1142 manat. 8, 1, bu da 10. Hamısını tapdıq. İndi 4'ün birlikdə tapaq. 1007. Üstə gəl 981. Üstə gəl 1142. Üstə gəl 1018. 2 ilə 8, 10. Üstünə də 8, 18, 1 yadda. 12, 13, 1 də yadda 14. 11 yadda 11. 3 dənə 1, 3, 1 də yadda 4. 4148 də 4 aylıq xərcidir. İndi yığımı tapmaq üçün gəlirdən çıxacaq xərci. 10-dan 8, 2, 13-dən 4, 9, 7-dən 1, 6, 7-dən 4, 3. 3692. Murad qiyməti 28 min manat olan minik avtomobili aldı. O pulun 7'də 4 hissəsini ödədi. Qalan hissəsini ödəmək üçün isə bankdan 1 illik kredit götürdü. Şərtə görə 1 il ərzində bankdan götürdüyü məbləğdən əlavə onun %20 hissəsini qaytarmaq lazımdır. Murad banka il ərzində neçə manat ödəməlidir? Bütün bu məsələlərdən yəqin gördünüz ki, bankdan kredit götürmək və yaxud nəysə kredit götürmək adama baha başa gəlir. Bunları indidən öyrənin. Yəni əlavə pul ödəməli olursan, ona görə belə şeylərdən uzaq olmaq lazımdır. 28 minin 7'də 4 hissəsini verirsə, bunun 7'də 4 hissəsini tapaq. 7'yə böləndə eləyir 4000. 4000 də 4'ə vuranda eləyir 16000. İndi qalan pulu tapaq. 28 minin 16 minini veribsə, çıxırıq 16 minini, tapırıq ki, nə qədər pul qalıb? 12 mini qalıb. Və bu pulu, qalan pulu bankdan götürür. Və %20 hissəsini əlavə olaraq vermək şərti ilə. Deməli, 12 minin %20'sini tapırıq. Bölürük 100'ə vururuq 20'yə. 100'ə bölən 12 mini 100'ə böləndə qalır 120. 120'ni də 20'yə vuranda 2400. Bu əlavə ödəyəcək puldur. Üstəlik götürdüyü də pulu verməlidir. Yəni 12 min götürüb 2400 də
əlavə verəcəyi puldur. Bunları toplayıb banka nə qədər pul verəcək onu tapırıq. Bu deyilir 14.400. Və son məsələmizə baxaq. Aylıq gəliri 35.000 manat olan, ailə qiyməti 18.000 manat olan mini avtomobilini 1 illik kreditdə aldılar. Şərtə görə 1 il ərzində məbləğdən əlavə onun %14 hissəsini qaytarmaq lazımdır. Ailənin aylıq xərci 1620 manatdır. Ailə 1 il ərzində krediti qaytardıqdan sonra yığımı neçə manat olacaq? Deməli, gəlirim burada verib, xərcim burada verib. Bunu sonda hesablayacaq. Mini avtomobilini də 18.000-i də %14 hissəsini əlavə verəcəksə, bunun %14 hissəsini tapırıq. 100-ə bölüb 14-ə vururuq. 100-ə böləndə sıfırların ikisi gedir, 180 qalır. 180-i 14-ə vurmalıyıq. 32, 72, 18, toplayaq 2, 15, 25, sıfırda gətiririk. 2520 manat əlavə pul ödəməlidir. İndi maşının pulunun üzərinə də təzədən əlavə verəcəyi pulu gələk görək. Cəmi nə qədər pul verməlidir? Deməli, 8-dən 2, 10, bu da 2. 20.520 manat pul ödəməlidir. Bunların aylıq gəliri 3500-dür. 3500-dən çıxırıq aylıq xərcini, aylıq yığımlarını tapmaq üçün. Bu eləyir. Deməli, ondan 2, 8, 14-dən 6, 8, bu da 1, 1880. Bu aylıq yığımlarıdır. Bunu 12-yə vurub 1 illik yığımlarını tapacaq. 188-i vuraq 12-yə. 16, 17, 3, 188, toplayaq 6, 15, 11, 1 yadda 12, bu da 2. 2, 2, 5, 6, sıfırımız da var. 22.560 aylıq yığımlarıdır. 22.560-dan da çıxırıq verəcəyi pulu. 20.520 də avtomobilə görə pul verməlidir. Çıxırıq, tapırıq ki, bunların yığımı 2040 manat oldu. Bəli, suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.